müşavirədə də bu qeyd olundu. Ərzaq təhlükəsizliyinə nə qədər önəmli olduğunu qeyd etmək istəyirəm. Azərbaycanda əkilən torpaqların təxminən 74% taxıl və yem bitkilərinin üçün istifadə olunur. Amma taxıl və yem bitkilərinin birgə aqrar istehsaldakı payı cəmisi 11%-dir. Yəni biz torpaq resursumuzun 74%-ni 11% dəyər yaradan məhsula ayırmışıq. Amma işin o birisi tərəfində məhz ərzaq təhlükəsizliyi olduğuna görədir və hər bir ölkə, hər bir dövlət də bu seçimi, bu qərarı vermək məcburiyyətində. Optimal sahələr axtarılır əlbəttə ki, amma bu da onu göstərir ki, nə qədər dərəcədə Azərbaycan ərzaq təhlükəsizliyinə önəm verir. Əlbəttə ki, bundan sonrakı hədəfimiz bizim ərzaq təhlükəsizliyini təmin etmək nöqteyi-nəzərdən həm cənab prezidentin müşavirədə də qeyd etdiyi kimi və göstərişləri çərçivəsində bir sıra məhsullar üzrə özünün təminat səviyyəsinin yüksəldilməsi, ölkədə məhsul istehsalının artırılmasına nail olmaqdır. Amma bunu daha çox sahə əkərək deyil və ya daha çox heyvan sayı artıraraq deyil, heyvan başına məhsuldarlığın artırılması, ət və süd məhsuldarlığının, eləcə də əkində hər hektar üçün məhsuldarlığın artırılmasına nail olmaqdır. Və biraz öncə müzakirə etdiyimiz müasir suvarma buna xidmət edəcək məqamlardır. Bundan əlavə ərazilərin düzləşdirilməsi üçün lazer malanın tətbiqi, hətta onun da dövlət tərəfindən hər hektara müasir subsidiyalaşdırılması nəzərdə tutulur bizim dövlət proqramı çərçivəsində. Ərzaq təhlükəsizliyinin təmini üçün əlbəttə ki, xeyli addımlar bu dövlət proqramı çərçivəsində nəzərdə tutulub.